Selam dostlar. Həssas bir devirdəyik və gözlənən və gözlənməyən hadisələr belə sürətlə baş vermə imkanı vardır. Bu ərəfədə Azərbaycanın aktivistləri və təşkilatları gələcəyə düşünməlidirlər, güclənməyə düşünməlidirlər. Bu güclənməyə düşünmə ən önəmli faktordur ki, biz onun üstünə hamımız düzgün qafa yormalıyıq, düşünməliyik, daşınmalıyıq və əsrin ən son durumunda olan gəlişmə və texnolojidən bu sahədə istifadə etməliyik. Bugün bildiyimizə qədər təşkilatlaşma, ələlxüsus siyasi sahədə təşkilatlaşma ən önəmli və həyati rolu oynayan bir faktordur bir siyasi hərəkət üçün. Bir milli hərəkət. Bildiyimiz qədər içəridə Azərbaycanda və ümumiyyətlə İranda siyasi təşkilatlaşma imkanı sifrə bir yaxın durumdadır. Xüsusilə Azərbaycanda milli hərəkata aid hərəkət bir sivil formada və sivil şivə ilə mücadilədədir. Və bu şivə ilə mücadilədə siyasi təşkilatlaşma və İran rejiminin əmniyyəti kontrolü fəaliyyətlərə, xüsusən və xüsusən qeyri-fars bölgələrdə siyasi oda fəaliyyətlərə çox dəqiq və çox baskıcıdır. Adını çəkdiyimiz İranda rəsmi və qanun əsasında fəaliyyət eləməyə, çalışmaya təşəbbüs edən yeni cəmohlarımız başına nələr gəldi və hangi bədəlləri ödədilər və hərəsi 8 il həbs aldılar. Yəni bu o deməkdir ki, İranda rəsmi və ələni təşkilati fəaliyyətə imkan yoxdur. Onda qalır içəridə fəaliyyət eləyənlərə gizli təşkilat bərpa etmə. Ki, əlbəttə çox çətin, zor və çox ağır bədəllə nəticələnən bir fəaliyyətdir. Ona görə bugün daxil və xaric fenomeni, yəni Türk aktivistlər xaricdə, Türk aktivistlər içəridə Azərbaycanda və ya İranın hər bir yanında olursa olsunlar. Bunların əlaqəsi yeni texnolojiyə baxdığımızda, yəni çox yaxın bir əlaqə ilişkinin qurması çox rahatdır və Azərbaycanın milli və demokratik hərəkatında təşkilatlaşma ən önəmli rolu oynayacaqdır. Niyə? Çünki cəmiyyəti bir bölünmüş cəmiyyət. 100 illik assimilyasyon baskısının altında olan cəmiyyətdir. Mövcud siyasi güc, mövcud siyasi aktivistlər organizə olmasalarsa lazımi qədər effektiv və müəssir fəaliyyət içinə girə bilməyəcəklər və əmələn zəif fəaliyyət nəticəsində sonuc ala bilməyəcəklər. Ona görə təşkilatlaşma Azərbaycanda milli hərəkat üçün, ümumi İranda ən mühüm və həyati önəm daşıyan faktorlardan biridir. Yəni əgər bugün içəridə təşkilat bərpa etmə imkanı yoxdur, xaricdə olan aktivistlər vasitəsilə təşkilatların bərpa olma imkanı vardır. Əgərsə belə bir imkan vardır, içəri və xariclə əlaqə elə qurulmalıdır ki, Azərbaycanın hərəkatında təşkilatçılıq yerin ala bilsin. Hər kəs bunu bilir ki, siyasi təşkilatlar köhnəldikcə, əskildikcə güclənə bilir. Yəni, hər bir siyasi təşkilatın, hizbin tarixi uzunsa o qədər güclüdür, o qədər köklüdür. Baxın, hizblərin tarixinə çox rahatca bunu görə bilərsiniz. Hətta bizim özümüzün tariximizdə, Azərbaycanın tarixində qısa zamanda qurulan partiyaların ziyanın, sədməsin bədəlini bizim xalqımız canı ilə, qanı ilə ödəmişdir. Milli hökumətin devrində qurulan Azərbaycan Demokrat Firqəsi o partiyalardandır. Qısa zamanda quruldu,
Kısa zamanda hatta o parti bir devlet berpa etti. Ama hemen parti bir kısa zamandan sonra İran'ın Hizb-i Tudəsində həll oldu getdi. Yani devlet kuran bir parti Azərbaycan Demokrat Firqəsi köklü, tarixli, uzun zamanda strateji, taktik ideolojisini dəqiqcə yerinə salmaması və kadrları o ideoloji, strateji çərçivəsində formalaşmaması üçün qısa zamanda bir mərkəz Fars partiyası ilə birləşmə qərarı aldı. Ama birləşmə değildi ki. O hizbin içində həll olmaydı. Yani nəticə bugün firqənin Hizb-i Tudə içində həll olmasını göstərir bizə. Ne üçün? Çünkü tarixi qıssadır. Ənənəsi zəifdir. Kökləri tarixən zəifdir və yerinə düşməmiş ideolojik, stratejik sahədə kadrlar üçün rahat o kadrlar, demirəm hamısı, amma əksəriyyəti getdilər və Hizb-i Tudənin içində həll oldular. Bu bizim üçün yeterli tecrübedir ki bugün her bir gün hatta siyasi parti kurulursa ve köklenirse ve tecrübelenirse o partiler ve teşkilatlar daha güçlüce dayanabilip ve mücadeleye devam edebilecek. Geçen yüzyılda İran'da merkezi devlet, istibdadi hakimiyetlerin tam təbliğatı hizb ve siyasi təşkilatlarına karşı kültür yaratmıştır. Siyasi hizbləri Pəhləvilər zamanı xaricə bağlı ve İran İslam Cumhuriyeti zamanı da quruhək demək və ad qoymaqla daima pislənməkdə imişlər. Və bu pislənmələrin nəticəsi insanlarımızın zehnini zəhərləmiş, məsmum etmiş. Və bu zehniyyət hatta aktivistler içi bile təşkilatlara qovuşmada biraz çəkindirir. Ama Azərbaycanda və umum İranda milli hərəkatın güclənməsi yalnız və yalnız təşkilatlaşmadan geçir. Ələlxüsus bu təşkilatçılıq siyasi sahədə devam edə bilməsə, xalqımızı və Azərbaycanımızı ciddi ziyan və zərərlərlə qarşı-qarşıya qoyacaqdır. Məncə bizim bugün təşkilat sahəsində təkcə bir yolumuz var. İçəri ilə xaricin əlaqəsi təşkilatlaşma sahəsində güclənməlidir. Təşkilatlaşma sahəsində bugün ideolojik açıdan baxdığımızda ümumiyyətdə 3 xətt var. Milliyyətçilər ya nasionalistlər, liberallar və sosial demokratlar. Bu üç kesim harekatın içinde ideolojik açıdan vardır. Eyni halda harekat içinde iki ümdə stratejik xətt var, siyasi strateji baxımından. Bu stratejik xəttlərin birisi istiqlal şüarına dayanaraq fəaliyyətdədir. İkinci stratejik və siyasi xətt isə federal sistemin qurulması ilə Güney Azərbaycanın və ümumiyyətlə İran sahəsində türklərin milli haqları əldə edilə bilər deyə düşünülür. Başka siyasi düşünceler veya siyasi ideolojilər var desələr də var, amma zəif bir durumdadırlar. Buna göre her bir aktivist bugün içeride veya xaricdə ideolojik baxımdan bu üç xəttin birinə yaxındılar. Və stratejik baxımdan da bu iki xəttdə, yəni istiqlal istəyən və federal çərçivədə haqqı arayanların içindədirlər. Bu mənada içəridə fəaliyyət eləyən aktivist və ya xaricdə fəaliyyət eləyən aktivistin bir-birinə nə fərqi vardır? Bu xəttlərin, bu ideoloji xəttlərin birinə və bu stratejik xəttlərin birinə inanırsa və hansı təşkilatı öz xəttinə yaxın görürsə, ora üzv olmalıdır və o təşkilatı gücləndirməlidir. Bu mənada o adam öz ideolojisini və öz siyasi xəttin gücləndirməlidir deyə düşünmək lazımdır. Elə deyil. Mən əgər bir ideoloji və bir siyasi xəttə inanıram, özümə yaxın təşkilatı seçdiyimcə həm öz fikrimi gücləndirirəm və həm o təşkilatı istər-istəməz o sahədə gücləndirirəm. Yəni hər bir aktivist mövcud
təşkilata, siyasi təşkilata və partiya qovuşursa, həm öz fikrini gücləndirir və həm o təşkilatı toplumda daha çox güclənməyə yardımcı olur. Bu təşkilat əgərsə xaricdə güvəndədir və qala bilər və içəridəki aktivistlər istədiyi təşkilata üzv ola bilərlər, həm təşkilatların qorunma və həyatına davam etməsi mümkün olur, həm də aktivistlər o fürsəti tapırlar ki, bir təşkilata yaxınlaşmaqla həm təcrübələrini artırsınlar və həm öz təcrübələrin o təşkilata transfer etsinlər və birləşsinlər. Yəni hər bir üzvü ki, bir təşkilata qovuşur, öz gücü ilə hər sahədə varsa, teori sahəsində, pratik ictimai sahəsində, texniki sahələrdə təşkilatı gücləndirir və o vasitə ilə də öz istək və arzusuna ya öz ideoloji və stratejisinə yaxınlığa köməklik edir. Hiss olur ki, o məsmum, o zəhərli təbliğat ki, İran rejimi keçən yüzildə siyasi təşkilatlara və siyasi hizblərə qarşı insanların zehnində yayıbdı, bugün bizim milli hərəkatımızda da və hətta belə aktivistlərimizdə də zəhərlənmə hiss olunur. Niyə ki, baxdığımızda aktivistlərin çoxu hətta xaricdə belə təşkilatlara qovuşmurlar və fərdicə hərəkətdədirlər. Bir başqa tərəfdən də içəridə aktivistlər tərəfindən çün təşkilatçılıq təbliğ ola bilməz və təşkilatçılığı təbliğ etmə bir cürm kimi tanınır. Bu özü də Azərbaycanda aktivistlərin təşkilatlara qovuşmasının qarşısını alır üçün təşkilatlaşma lazımi qədər aktivistlər içində təşviq və tərvic olmur. Azərbaycan gələcəkdə iki ciddi təhdid qarşısındadır. Bir tərəfdən mərkəzi hakimiyyətin siyasi və ələlxüsus hərbi gücləri keçən yüzildə qeyri-fars xalqların istəklərin və tələblərini bastırıblar və bir başqa tərəfdən də Kürd siyasi hərəkatında o ilhaqçı zehniyyət Qərbi Azərbaycan tərəfindən ciddi təhdid altındadır. Bu iki ciddi təhdid yalnız və yalnız Azərbaycanın təşkilatlaşması ilə və bu vasitə ilə hərəkatın güclənməsi ilə dayandırıla bilir. Sözlərimi toplamaq istərsəmsə, bu zehniyyət ki, güya xaricdə olan fəaliyyətlər içəriyə bir diaspora kimindilər, qərarı onlar verirlər, işi onlar görürlər, xarici yalnız onlardan himayət etmə zehniyyəti kökündən yanlış bir zehniyyətdir. Bu zehniyyət hərəkatın təşkilatlaşmasının qarşısında bir zehniyyətdir. Yəni xaricdə bir təşkilatlar qurulur, amma özləri üçün qurulur. İçəridə də təşkilat qurma imkanı yoxdur və hərəkət içəridə təşkilatsız davam edəcəkdir. Bu, nə Azərbaycanın və nə Türk xalqının mənafeyini təmin etməyən bir zehniyyətdir. Amma organik düşünürsək, içəri və xariclə organik əlaqəyə düşünürsək və təşkilatın xaricdə yaranması və güvəndə olması və bir qaynaq kimi içəri güclərinə organik əlaqəyə girmə və bu təşkilatı bu vasitə ilə gücləndirmə həm içərini təşkilatlaşdırma imkanını yaraldır, həm gələcək üçün Azərbaycanın və Türk xalqının mənafeyi cəhətində hərəkət etməyə düzgün bir şərait yaraldır. Eyni halda içəridə fəaliyyət eləyən aktivistlərə də uyğun və münasibdir ki, təşkilatın kökü xaricdə olsun və o vasitə ilə aktivist Azərbaycanda, Təbrizdə, Ərdəbildə, Zəncanda, Urmiyədə rahatca eləyə bilsin, müəyyən texnolojik vasitələrlə təşkilatla bir araya gəlib fikir paylaşıb və hərəkatın orqanizə olmasında bir-birinə içəri eşik yardımcı olsunlar, bərabər yürüsünlər, müəyyən siyasi xətt əsasında əməl eləsinlər. Yoxsa bu pərakəndəlik ki vardır bu pərakəndəlik davam edirsə, Azərbaycan və İranda yaşayan Türk xalqının siyasi milli hərəkatı bir siyasi güc kimi meydana çıxmayacaqdır. Bir siyasi güc kimi də meydana çıxmasa,
düzgün bir adresi olmayacaqdır. Və düzgün bir adresi olmasa, kimsə onu rəsmiyyətə tanımayacaqdır. Kimsə ondan əlaqəyə girməyəcəkdir. Kimsə ondan fikir və ya siyasət paylaşmayacaqdır. Hərəkatımızın yolu təşkilatlaşma, içəri ilə xaricin orqanik əlaqəsi və fikri və təcrübəvi alışverişin bərpa olması və Azərbaycanı bir bütöv kimi, bir neçə təşkilatla bərabər bir bütöv kimi meydana çıxmaq və fərqli siyasi güclərlə İranın siyasi coğrafiyasında pay qazanmaq, varlığını göstərmək, güc göstərmək və o vasitə ilə xalqın mənafeyi cəhətində və Azərbaycanın milli haqlarını əldə etmə cəhətdə addımlar atmaqdır. Həqiqətən Güney Azərbaycan və türk insanı və türk milləti İranda güclənməyə ehtiyacı var. Bir araya gəlməyə ehtiyacı var. Bir neçə təşkilat formundakı ideolojik cəhətdən və strateji cəhətlərin adlarını çəkdim bu danışığın əvvəlində. Bir araya gəlməklə bir neçə təşkilat həm demokratik vasitədə hərəkatın güclənməsinə səbəb olur, eyni halda da hərəkat güclü kimi meydanda olmaqla varlığını təsbit edib və haqq qazanmağa bir iş görmə imkanı tapır. Təkcə yolumuz içəri və eşiklə təşkilatlaşma sahəsində bir orqanik əlaqəyə və ilişkiyə ehtiyacı vardır. Bu ehtiyacı gidərməklə, bu ehtiyaca cavab verməklə Güney Azərbaycanda milli hərəkat və İranda türk xalqının varlığını güclücə meydana çıxmasına şərait yarada bilir.